Bitti, bitti, bitti. Gözlə bizi Çempionlar Liqası. Gözlə bizi Avropa. Azərbaycan futbolu növbəti dəfə tarix yazdı. Bu gecəni unutmayacağıq. Bu gecə sadəcə bir futbol maçı qazanılmadı. Bu gecə bir ölkənin futbol arzusu gerçəyə çevrildi. İndi Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə, bəlkə də dünyanın hansısa ölkəsində Azərbaycanlılar eyni anda ayağa qalxıb. Çünki bu gecə bizi birləşdirən bir şey var. Futbol. Və indi sabah Çempionlar Liqasının əsas mərhələsindədir. Bir düşünün, ardıcıl olaraq ikinci mövsüm Çempionlar Liqasının püşkatmasında təmsilçimizi görəcəyik. Azərbaycanın sabahını gözləyəcəyik. Dünyanın nəhəngləri Bakıya gələcək. Çempionlar Liqasının himni Azərbaycanda yenidən səslənəcək. Və biz illər sonra bu gecəni xatırlayanda yalnız hesabı yox, bu emosional hissləri xatırlayacağıq. O son saniyələri, o ürək döyüntülərini, o final fitini və sonra gələn o inanılmaz sevinci. Bu gecə sabah qalib gəldi. Amma əslində bu gecə Azərbaycan futbolu qalib gəldi. Və məncə bu gecənin bir adı var. Tarix. Təbrik edirik bütün sabah azarkeşlərini, bütün Azərbaycan futbolu azarkeşlərini.